Herkese selam. YouTube kanalımıza hoş gelmişsiniz. Bugün Sen öpmüşəm yanağında pomadam qalıb. Bugün ne açırıq? Şeytan doldu. Bugün Şeytan doldu. Labı açın, labı açın, labı açın. Bugün günlərdən nədir? Lab açırıq. Labı açırıq. Təşəkkür edirik Qutumutuya. Çox münasib qiymətədir. Qutumutudan ala bilərsiniz. Bütün növləri var. Aşağıdan da səhifələrini qeyd edəcəyik. Deməli, niyə bu labı bunu bu qədər çox sevirsiniz? İnanın ki, niyə bu labı bunu bu qədər çox sevirsiniz? Labı bu nə? Bizim dövrümüzdə Barbie. Pultlu maşın. Barbie, pultlu maşın, nə bilim, Mickey Mouse. Ay valla bizə bu boyda şirin quş alırdılar, keçən dəfə dedim. İçindən nəsə balaca bir dənə kukla maşın çıxırdı, dünyanın xoşbəxti olurduq. Yoxsa indi nə çıxıb? Labubu. 250 manat. Mama, mənə nə al? Labubu. Bu nədir bala? Bizdə elə bəxt var ki, bax biz bacı qardaş bunu ixtira eləsəydik. Pansabal deyib bizə yazardı ki, gecə uşağım durub, onu görüb qorxub infak keçirdi. Məhkəməyə. Nəysə. Yəni doğrudan insan hər şey bir yana bəxt çox gözəl şeydir. Belə bir çirkin kukla ixtira eləyin və dünyaca məşhur olun. Ağzı, qulağı bilinmir hardadır, nəyə xitam eləyir. Nəysə, ilk Şirindir. Çox. İlk labubumuzu açırıq. Məncə Rihanna çantasına taxdıqdan sonra belə oldu. Amil açdığı bu növdür, göstər. Dedim. Hamısını salafan belədir. Orta binəlim yox. İndi sizə bunun marketingindən danışacağım. Bir dəqiqə. Nəysə. Kart sat deyəcək. Bizdə kart olurdu, bizdə kart yoxdur. Mən kartmadım. Bilmirəm, bir xoşuma gəlir, bir qəribə oluram yəni. Marketing mənə ələmə alıb, nədir? Gör bir şey şirindir. Şərh yazıb, like eləyən 2 YouTube izləyicimizə labubulardan göndərəcəyik. Şərh et, like et. Şərh yazıb, like edən izləyicilərimizin ikisinə labubu göndərəcəyik. Nəysə, birinci lığımız. Bax, məsələn, əlləri çox masumdur. Ay, burada elə rəng var. Budur da. Nəysə. Yəni, şirindir əslində və maraqlısı olan odur ki, misal üçün da, belə deyim, deməli bunu düzəldib qoşanda, məsələn, qutuda qoyurlar, salfanı bükürlər, hər şey bir yana, biri gizli, sekret, bilmirsən hansı çıxacaq. Bax, uşaq buradan həyəcanlanır. Bir də şey, burada məsələn, bir dənə də sekret var. Bir dənə də sekret var, uşaq ikinci həyəcan keçirir. Yaxşı qablaşdırılma, üçüncü, yəni marketing hər zaman önəmlidir. Məncə bunlardan sonra çıxdı, o Stitch falan, yoxsa? Nəysə, xeyr, aç. Nəysə, mən hansını açım? Məncə burada kola var, bunu aç. Yox, kolalını sevmirəm. Bunu açacağım. Məsələn, labubu ilk çıxanda, necə reaksiya vermişdin? Amma ilgilənirdim, görüm nədir. Amma bir müddətdən sonra Aminə maraqlı gəldi. İndisə yox, yəni. Yəni mən kombin edə bilərəm, əslində çantama taxa bilərəm məncə, bilmirəm. Belə bir çağırdı sıfa. Nəysə. Maraqlıdır, aç. Mor. Ən sevilən. Ay, çox qəşəngdir bu. Bu qəşəngdir, belə də. Kartuşkası da var. Belə. Ey dünya, ey dünya, nələrə qadirsən. Yəni bu trend olmasa, gedim adi mağazadan bunu alıb çantama taxsam, sən bütün günü məndən məzələnərdin. Bu metroda falan da görsələr bu. Nə bir xasiyyəti var. Məsələn, çöldə falan kimsə görürəm çantasında burluq falan asıb. Və onun belə burluğunu oynatmaq istəyirəm. Sonra deyirəm, əsəbləşər mənə deyərsən, kimsə mən sumkam əl vurursan. Əsəbləşərsiniz, yolda mən sizin çantanızda burluq oynatsınız. Bir də kitablar görürəm, məsələn, çantanın görünən yerinə qoyurlar belə. Əyilib oxuyuram, görüm, nə oxuyurum. Hepsi merakımdan arxadan. Nəysə.
Ha, o niye o başa koymuşsan? Bırak o. Xasiyyəti nədir? Labubular izləyicilərimizə gedəcək. Şərh yazıb, like etməyi İkisi. unutma. Hadi üçü, bəlkə üçü. Bəlkə də üçü, bəlkə də hamısı, yəni hər an fikir dəyişsin. İndi isə bu, colalı. Kolalı. Colalı. Sen aldım. Dırırım. Oo. Belə. Ha, bu da maraqlıdır. Vəhşi. Bunun əlində kola var. Mini cola. Çok, yeni yıl atributlu. Ne geçe bu ilin ilk yeni yıl simvolumuz oldu. İlk yeni yıl aksesuarımız Qutumutudan. Ne güzel. Bu da gedər izləyicilərimizdən birinə. Bizdən 2026-cı ilə hədiyyə olar. Bəlkə uğur gətirər, ola bilər. Çox qəşəngdir həqiqətən. Ay bunu çox bəyəndim. Əslində hər şey qəşəngdir. Bax belə koftası, şalvarı, əli, ayağı. Biraz ağzını da düz yaratsaydı çox yaxşı olardı. Yoxsa elə əsas məsələ bunun belə quruluşundadır. Dünya get-gedə qəribə bir hal alır. Belə hər şey sanki təbiiliyi Şimdi itirir. açırsan belə gedir. Yəni bilmirəm. Demirsən yeni xəbəri, demirsən paxı, demirsən ki mən yeni YouTube kanalı açmışam. Özüm mən başımın ətin yerdə YouTube kanalı aç, YouTube kanalı aç. Ola bilər. Axırda açdım YouTube kanalı. Əsasən orada make-up falan paylaşıram. Geyimlər falan. Oradan altdan da qeyd edəcəm. Əslində Amilin də YouTube kanalı var. Prosta işlətmir. Vaxtımız yoxdur oranı satmağa. Bəlkə böyüyəndə artıq öz üslubunca nəsə paylaşar orada. Amma hər an nə şey ola bilər. Öz YouTube kanalımda nələr paylaşacağam, nə edəcəm hələ ki bir fikrim yoxdur, amma paylaşıram. Çox sağ olun, açdığım zamandan dəstək olmağa başlamışsınız. Təşəkkür edirəm. Amma əsas gülən adamdır. Videonu like etməyi, Kanala abunə olmalı. şərh yazmağı, dostunuzdan paylaşmağı və hype eləməyi unutmayın. Təzə çıxıb, hype elə. Keçən il yazmışdıq hype nədir? Bir nəfər yazmışdı, yadımdan çıxdı. Birdən yazın da yenə. Hype nədir? Hype eləmək nə idi, yadımdan çıxdı. Yazmışdılar ora. Yenə oxuyaram, bir də yazın. Və bacı qardaşın Instagram səhifəsində izləməyi unutmayın. Artıq 50 minə doğru gedirik Instagramda. 2 dənəsi qaldı. Elə bu 3 dənəni öyrədik izləyicilərimizə. Şərh yazıb, like edən izləyicilərimizdən təbii ki, abunə olmalıdır. Bizim izləyici olmalıdır. Bizim. Aç. Aha. Məncə bunu aç. Ya da bunu. Sən hansı açacaqsan? Mən heç fərq yoxdur. Ən çox sən sevirsən. Mən bu bəlkə. Tamam. Mən də bunu açacağam. Maraqlıdır. Yəni belə dedim, zaten eyni şeydir ona görə. İstəməli mən onu açım. Tamam. Məncə rəngarəng. Bax bundan çıxacaq onun da içindən. Çıxdı. Bu daha klon. Halıya çox oxşuyur biraz. İlk Penny baş oxşuyur. Məncə ayaqlarından ən bəyəndiyim bu oldu. Çox qorxunc və stil kimi görsənir. Bunu bəyəndim. Çox qəribədir. Baxın. Bunu çox bəyəndim. Oo. Bu benim. Çox cool və fərqli. Mən elə bildim qız üçün çox belə incə falan olacaq, amma çox qorxunc yəni və qəşəng görsəndi. Amil məncə əvvəlki həyatında vampir olub. Dəlisən. Çünki çəkdiyi rəsmlər, qan, qorxu, nə bilim belə burnu belə, ağzı belə. Bundan niyə bir uşaq bax valeh olsun ki? Çox qəşəngdir. Məncə bu çox qəşəngdir, bayıldım. Mən uşaq olsam bunu deyəcəm. Qorxuram mama. Niyərdir? Qəşəngdir amma hə. Yəni sən də qlobala çıxdın, biz qlobala çıxa bilmədik. Dünən Amillə canlı yayın açmışam. Deyirəm ki, həyatda ən böyük arzunuz nədir? Ciddi sual verirəm. Bir yazır həkim olmaq, bir yazır vəkil olmaq. Və Amil də belə uzanıb, belə yaslanıb mən deyirəm. Ən böyük arzum məktəbin yanması. Məktəb yansa, hamısı töksə, Amil benzin gəldi. Çox şirin cavab vermişlər, amma olmaz. Nə? Olmaz. Onda dünyanı yandırırsan. Məktəb bizim gələcəyimizdir. Aha, yaxşı. Ay ətim tökürsən. Yaxşı. Yaxşı, bir yaxından göstərim bunu. Oo, bu ən cool bu ola bilir. Evet. Çox qəşəngdir. Ay, səni dəcə. Qoy. Yəni qoy, artıq.
Ne bu? Şittik amma. Aç bunu. Son. Əslində mənim üçün çox maraqlıydı. Mənim üçün də bu maraqlıdır. Doğrudan. Yox. Amil deyir ki, Bir də belə kartları var, yəni əvvəlcədən karta baxıb şey eləməyin də, motivasiyanı düşünün ki, ayda bundan çıxacaq. Yəni bunu biriniz baxmayın, buna baxın, sonra buna baxın. Amil deyir ki, bu video ən çox baxılan videolarımızdan olacaq. Bəli. Görək. Unutmayın, şərh yazıb like eləyən 2 izləyicimizə, 2-3 bəlkə də izləyicimizə göndərəcəyik. Seçib şortda elan eləyəcək ki, qalib kimdir. Amma yəni bir neçə gün sonra da, bir günə yox. Bəlkə hansısa izləyicinin vaxtı yoxdur, bir neçə günə izləyəcək. Aç. Sən daha çox maraqlı, onu görə aç. Hadi sən aç. Hadi davay. Nə yapıyorsun? Dın dın dın. Labubu, labubu. Bir dənə də qəlbim axısı var, yuxuma girsə, yəni qorxaram. Bir ay yatandan. Karta baxın. Yox. Yəni bu nə cür labubu açmaqdır? Niyə belə hörmətdən salırsan? Səncə hansı çıxacaq? Məncə mavi. Ay çox sevinərəm, mavimiz yoxdur. Məncə qara sekretdə o çıxır. 72 uçuran bir çıxır. 72 qutudan bir sekret. Görürsən, məndə başı marketinqdir bu. Səncə nə çıxacaq? Məncə boz. Mavi. Məncə qara. Mavi. Pəmbə. Aa! Səhrai çıxdı. Ay çox qəşəng. Bu arada kartı içindəymiş. Hə, artıq koy vermirlər. Deyirəm də ola bilməz o. Ay çox qəşəngdir. Deyəmədim bunu. Pəmbə lavabo. Pəmbəsi belə, yəni yenə də üzünə qorxaq. Mən xoşlamadım bunu. Məncə o pisdir. Niyə? Nə bilim, pəmbə heç qəşəng görsənmir. Məncə xanım izləyicilərimizdən göndərə bilərik birini, hə? Yox. Hə. Qırmızı dırnaqları var. Lak vurublar ayaqlarına. Bunda da var, bax. Yox, onda rəngarəngdir. Hə, yəni lak. Hə. Bu işlərdə yoxdur amma. Ən çox hansını bəyəndiniz? 1, 2, üçüncünü, 4. 5. Ən çox hansını bəyəndiniz, onu da şərhlərə yazarsınız. Məncə 2. Məncə 2. Yəni. Buna baxın, məncə bu. Amil ən çox hansıdır. Amma nə bilim, bu da çox Pennywise Çox oxşayır. yumuşaqdılar, o Buna qədər bax. qəşəngdilər. Pennywise oxşayır. Mənim ekobag çantalarım var, onları asa bilərəm, hə? Gətir bir kombin çəkmək olar əslində. Videonun sonuna qədər izlədiyiniz üçün çox sağ olun. Labubuları sırf sizə görə almışıq. Əgər əldə eləmək istəyirsinizsə. Aha, qutu mutudan əldə edə bilərsiniz. Çox sərfəli qiymət satılır. Bu arada qutu mutuda axtardığınız hər şeyi tapa bilərsiniz. Yəni o qədər geniş bir mağazadır ki, orada hər şey var. Axtaran tapar dedikləri yer məncə qutu mutudur. Məsələn, nəsə trend çıxır ölkəyə, məncə ən birinci gətirənlərdən biri olardı. Ona görə mütləq mağazaya göz atarsınız. Çoxlu filiallar da olmalı, səhv eləmirəmsə. Əgər almaq istəyirsinizsə, əgər övladınız labubu istəyirsə, bu mağazadan münasib qiymətə ala bilərsiniz. Uşaqlar var, məsələn, bizim şorta yazırlar ki, labubu istəyirəm, orijinalını tutalım ki. Və mən qeyd edirəm ki, çox bahadır, amma deyirik ki, istəyirəm. Amma mən uşaq olsaydım, məsələn 200-300 manat dəyərində mən o kuklanı istəməzdim. Niyə istəməzdim? Birinci özümə sual verərdim. Doğrudan mı 200 manatlıq bu kuklaya ehtiyacım varmı? Bu mənə həyatıma nə qatacaq? Heç nə. Həm valideynimi incidirəm, onun maddi vəziyyətini nəzərə almıram. Bunu nəzərə alın. Və baxın, orijinal olmayan labubuyla orijinal arasında çox az fərq olur. Ona görə çox istəyirsənsə, yaxşı mənada sən bunu alıb gözünü doydura bilərsən. Hətta gözünü doydurmaq üçün paddelkasını ala bilərsən. Yəni daha ucuz versiyasını ala bilərsən. Həm valideynə əziyyət düşməz, həm də pula başqa şeylər eləyə bilərsən. Yox, əgər deyirsən ki, mənim valideynim bunun 5 dənəsini mən alarım bundan orijinal versiyasını. Hə, orijinal versiyasını mənə ala bilər. O zaman alsın, varlığa nə darlıq. Amma yəni yox olmayan yerdə bu doğrudan da sizin həyatınıza mühüm bir şey qatmayacaq. Bunun 300 manat verib bir kuklanı almaq. Bunu nəzərə alın. Kapitalizmin köləsi olmayın. Bir şeyi alanda doğrudan da fikirləşin ki, bu mənə nə qatır. Tamam, indi bəzi şeylər, istisnalar hər zaman var. Belə. Bu qədər. Bir videomuzun da sonuna gəldik. Hələlik.